Elhamdülillahi Rabbil alemin. As-salatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana Abil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve Ala tayyibin tahirin el-ma'sumin. La siyama baqiyetillah fil arazin ve la'nut daim ala a'daihim ve a'daillah ve gasibi hukukihim ve munkeri fedailihim minel an ila yevmiddin nahmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli sadaqallahul aliyyul azim. Müminlerin inşallah her vakti xeyir olsun. Allah Teala bu məclisləri, bu cələsələri təşkil edənlərdən, məxsusən Kərbəlayıdan, dünya və axirət razı olsun inşallah. Allah onun işlərində müvaffaq və müəyyəd eləsin inşallah. Quran-ı Kərimin və məsum imamların, Əhl-i Beytin bizə sifarişlərindən biri də fürsətlər barəsindədir. İnsan hər xeyir işi istədiyi bir zaman həyata keçirdə bilmir. İnsanın həyatında hər bir xeyir iş üçün bir fürsət var. İnsan ayıq-sayıq olmalıdır və o fürsətləri düzgün istifadə eləməlidir. Əleyhisselam necə ki buyurur, Əl-fürsətu təmurru mərrəs-səhab. Fürsətlər buludlar kimi surətlə keçər, gedər. Fəntəhizu furəsəl xeyr. O zaman xeyri olan fürsətlərdən yararlanın, istifadə edin. Bəzən insan var 40 ildə bir dəfə xeyrə fürsət çıxar onun üçün. Bəzən 50 ilə, bəzən 60 ilə. İnsan var cibində istədiyi məbləği var. Amma ihsan eləyə bilmir. O qapını elə onun açan olmuyor. Hacca gedə bilmir. Bir yetimin başına sığal çəkə bilmir. Bəs xeyir iş üçün Allah gələ fürsət yaradı insan üçün. O fürsətlər, Həzrət buyurur, buludlar kimi tez keçən bir şeydir. Çalışın, ondan istifadə edin. Yəni Həzrət başqa yerdə buyurur, Əl-fürsətü səriətül favt və bətiətül avt. Fürsət tez keçər, amma bir daha qaydanda gec qaydar. Ya qayıtmaz, ya da gec qaydar. Ömrümüz fürsətdir, cavanlığımız fürsətdir, axsaqqallığımız fürsətdir. Bu gecələr fürsətdir ki, Kərbəlayıdan Allah razı olsun, bizi cəm eləyir bir yerə. Ustadlar gəlirlər, alimlər gəlirlər, ziyalılar gəlirlər. Elmlərindən sizlərlə bölüşürlər. Bunların qədrini bilə insan, bunların sabah və yəqin elə ki, bir gün bunları sabah soruşacaqlar. Allah ثُمَّ لَتُسْأَلُنَ يَوْمَ اِذٍ عَنِ النَّعِيمِ Neymətlərindən bir sual eləyəcəm. Bunlar hamısı neymətdirlər ki, Allah Teala biz üçün şərait yaradır, biz üçün fürsət yaradır və biz bunlardan gərək bəhrələnə bilək. Allah Teala Quran-ı Kərimdə buyurur, bir dəstə deyəcək qiyamətin günündə Ən təqulu nəfsun ya həsrəti alə ma fərrəttu fi cəmbillah. Bir dəstə Həzrət buyurur, deyəcək, Allah Teala buyurur, deyəcək, həsrət olsun, vay olsun mənə bəndəlikdə, Allaha ibadət itaətdə göstərdiyim qüsurlara görə. İnsan Allahın qarşısında durub danışır, bəndəlik eləyir, itaət eləyirsə, insan gərək bu fürsətdən də yararlansın. Baxın, bizə Allah böyük bir dənə məqam verib ki, Allahın özü ilə danışırıq biz. Bu kiçik bir şey deyil. Görürsən, insanlar var, kiminsə qəbuluna düşməkdən ötürü günlərlə, saatlarla, bir ömür bəzən gözləyib. Bəzən müvəffəq olmayıb heç. Elə adı qalıb ki, filankəs müəllimin otağına mən girə bilmədim. Mən üçün şərait yaramalı, amma aləmin ixtiyaratı əlində olan Allah, yeri göyü xəlq edən, hər şeyin sahibi olan Allahla biz namazda dururuq, danışırıq. Bu gözəl bir fürsətdir ki, Xaliq-i Sübhan, Allah Teala biz üçün bunu təşkil eləyib, bizdən istəyib ondan danışmağı. Allahın öz istəyidir. Əbu Zərdir girdim məscidə, gördüm Peyğəmbər sallallahu Həzrət Əli ilə əyləşib. Çox az bir halda olardı ki, Həzrət məsciddə tək olan. Çünki gələn, gedən, sual, cavab ki, Həzrət tək ola bilməzdi.
Bu fürsətdən istifadə elədim, gəldim Peyğəmbər sallallahu yanına ki, ya Rasulallah, mənə nəsihət elə. Həzrət Əbazərə nəsihət eləyir ki, bugün kitablar yazılıb onun barəsində. 150 dəfə təqribən ya Əbazər deyib Həzrət. Ya Əbazər, ya Əbazər və Həzrət tövsiyələrini eləyir. İlk tövsiyəsi Həzrətin Əbazərə buydu ki, ya Əbazər, Ubudullah kəənnəkə tərah, Allaha özr ibadət eləginən ki, sanki onu görürsən. Allahı qarşında canlandır, ondan sonra ibadət elə. Niyə? Çünki əzəmətini tuta biləsən. Qarşında durub söhbət elədi güvi, gözündə əzəmətləndirəsən. Kiçik saymayasan. Fəin kuntə la tərə, fəinnəhu yərək. Həzrət bir dənə həqiqətə işarə görür. Əvazər, birdən deyəsən görmürəm, yox elə deyil. Sən onu görməsəndə, o səni görür. O cürdür onun qabağında ki, o səni görür, o sənin əməllərindən halidir. Bir nəfər girdi məscidə, namaz qılırdı, əlini apardı saqqalına, barmaqlarını tərbətdi. Həzrət buyurdu, bu əgər qəlbi xuşuda olsa, diqqəti Allah olsa, bu işləri görməz. Və ya biri girdi surətlə tələsi, rükûnu, səzdəni yerinə getirdi, namaz qıldı. Həzrət buyurdu, əgər bu halda bu namaz qıla-qıla dünyadan getsə, mənim dinim də dünyadan getir. Namazın, ibadətin haqqı nədə aləmdir? Fürsətdən istifadə edə bilmir. Bəndəlik, ibadət, bunlar fürsətdir. Və bunların içində bir dənə də fürsət var. Bunların ən əsas qiymətli vaxtı insanın cavanlıq vaxtıdır. Qardaşlarımız var burada, cavanlarımız var burada. Yəni, cavanlıqda olunan ibadət, itaətin misli yoxdur. Cavanlıqda olunan zikrin, ibadətin, itaətin misli yoxdur. Allah nə qədər qiymət qoyur, Allah özü bilir. Gözəllik, cəmal fürsətdir. Günah müqabilində fürsət odur, günah eləyəsən. Günahın müqabilində fürsət odur ki, günahdan özü çəkindirə bilirsən. Təqvalı olasan. Allahı həmən an yad eləyəsən. Cavanlıq, hədisdə varımızda qəbirdə ömürdən ayrı soruşacaqlar, cavanlıqdan ayrı soruşacaqlar. Məgər cavanlıq ömürdən deyil, deyirlər, bəli. Amma cavanlıq tamam başqa bir şeydir ki, onu Allah insana əta eləyir və həmən an insanın əməllərinin misli olmur. Yaxçılığının ali məqami olur, pisliklərinin də cəzası ağır olur. Niyə? Çünki həmən vaxt insan güc-qüdrət sahibidir, günahı eləyə ya tərk edir. Amma bir vaxt keçəndən sonra bir nəfər zurna çalır, dişləri tökülmüşdü, gəlmişdi tövbə eləməyə. Alimlərdən birinə dedi, mən görəm tövbəm qəbuldur. Dedi, elə bir götür, çal bunu, görüm çalarsan. Aldı, bir şey çıxarılmədi. Dedi, hara gəlmirsən bu vaxt? O vaxtı zurna çalmağa tövbə eləyəndə təbii ki, geçdi. Amma bir insan, bir cavan ki, hələ də qüdrəti var, yalan danışa, naməhrəmə baxa və şəhvət hissəri hələ də oyaqdırsa, tövbə eləyirsə, Allah bunu əvvəlsiz qoymur. İbn Sirrin var idi, bu parça dükanında şagird olub, ustasının yanında. Bir xanım olur, buna gözü düşür. Dəfələrlə parça bəhanəsi ilə bu dükana gələrmiş. Elə bu gözü parçaları, əli parçada, gözü bu cavanın simasında. Bu da zahirən çox gözəl olur. Yavaş-yavaş bu oğlanın məhəbbəti bu xanımın qəlbində elə əsər eləyir ki, bir gün otağın, evin, şəraitin tam hazır eləyir ki, mən bu cavanla fikrimdəki işi həyata keçirdim. Gəlir o niyyətlə dükana daxil olur, parça alır və bu İbn Sirrinin ustadından xahiş edir ki, onlar mən özüm aparmayım və şagirdin getirsin bunları. O da buyurur, xanım, niyə olmur? Götürür, verir şagirdinə, İbn Sirrin parçaları alır, xanımın ardıca gəlir. Qapının ağzına çatanda İbn Sirrin təqdim edir, buyurur, xanım. Deyir, onlar içəri getirəsən. Deyir, niyə olmur? Getirir, gəlir, içəri daxil olanda xanım qapını bağlayır. Otaq hazır. Günah üçün, bir cavanın günaha düşməsi üçün hər şərait var içəridə. Dedi, əgər mənim məqsədimə məni çatdırmasın, qapını açacağam, qışqıracağam. Deyəcəm, bu cavan mənim namusuma təcavüz edir. Elə bir məqamdır ki, burada abır gedir. Ağla müraciət edir, ağıl deyir elə, abrın getməsin, tövbə eləyərsən. Bu deyir, yox, mən bu ağılın fətvasını qəbul eləmirəm. Daxildən bir özünə sual verir, Allah,
mən inanmıram sən mənim üçün buradan bir çıxış yolu qoymazsan və bir çıxış yolu tapır. Deyir, xanım, qəbul eləyirəm. Olar mən ayaq yoluna gedim və orada rahatladım özümü, ondan sonra gəlim sənin istədiklərinə cavab verirəm. Bu xanımın da ağlına batır, deyir, buyur keç. İçəri girən oğlan İbn Sirrin orada olan nəcasətdən götürür üstünə yaxır. Ətraf hər yerinə atır o nəcasətdən. Qapını açıb çıxanda bu xanımın huzuruna, xanım bir iş görür. Deyirlər, çölün qapısını açır, bunu qovalayır. Bax, günahın müqabilində. Dedi, xanım mənim gözəlliyimə vurulmuşdu. Mən bu gözəlliyi korrasam, bunun hiləsindən qaça bilərəm. Qoy mənim təqva libasım təmiz qalsın, zahiri libasım nəcis olur olsun, yuyaram gedər. Amma təqva libasım nəcisdənsə, murdarransa, onun nə ifunəti gedər, nə ləkəsi gedər. Allah görür nə verir bu İbn Sirrinə. Deyir, o ki, o hadisədən sonra İbn Sirrin nəzasət yaxtıb edənlə Allaha olan məhəbbətindən, həyasından, günaha əl aparmadı. Allah bunun bədəninə bir ətir verdi ki, İbn Sirrin hansı küçədən keçsəydi, ya hansı yerdə otursaydı, bilərlər İbn Sirrin buradan keçib. Bədəni bir xoş ətir saçdı. Sonralar Allah ikinci nemət, bəlkə də çox verir, bu bizim əlimizdə olan hədislərə əsasən, rəvayətə əsasən, İbn Sirrin sonralar deyirlər, bir məqam sahibi oldu ki, yuxu yoza bilirdi artıq. 4 şəxs dünyada yuxu yoza bilir. Biri də həmən bu İbn Sirrindir ki, həmən şahid tələbəlik vaxtında bir dənə imtihanla Rəcəbəli Xəyyat kimi. Rəcəbəli Xəyyat deyir, o gün ki, mən evdə tək idim və o qohumumdan olan xanım məni zinaya dəvət elədi. Mən bir iş gördüm, deyir, qapını açdım, çıxdım çölə. Ev tək, hər şərait var. Bu xanım qohumum, neçə müddətdir məndə gözü var, məni istəyir, mən də cavan oğlan. Mənə dedi ki, mən istəyirəm, səndən bu gecə bir yerdə olaq. Evdə tək, heç kim yoxdur. Elə bil bu xanımın evinə deyir, mən gəlmişdim, o bizim evə yox. Qapını açdım, çıxdım, getdim. O günün səhəri deyir, mən küçədə yediyəndə gördüm, dünən gördüyümlə bugün gördüklərim tamam fərqlidir. Allah həmən dəqiqə mükafatını verir. Yusuf əleyhissalama baxın həyatını. Həzrəti Yusuf əleyhissalam Züleyxa ilə daxil olub Züleyxa dəvət edib. Bəzi hədislərdə var, bir neçə şərait var idi ki, Həzrəti Yusufu günahı eləyə. Bir neçə şərait var idi. Züleyxanın gözəlliyi, Yusufun öz cavanlığı, Yusufun şəhvəti, otağın süslü, püslü, bəzəkli olması, dəvətin Züleyxa tərəfdən olması ki, bunlar hamısı amildə qadın dəvət edir cinayətə. Otaqlara girişin içərdən içəri olması, qapıların bağlı olması, hər şəraitin hazırlığı, bəziləri 21 şərait var idi Həzrəti Yusuf. O günahı eləyə Züleyxa ilə, amma bir növ qayıtdı özünə. Bir sual verdi ki, Allah, mən üçün bir çıxış yeri qoymusan, Allah buyurur, təqvalılar üçün mən çıxılmaz yerlərdən çıxış yeri açam. Elə bir yer olmaz ki, sıxılarsan, bəlkə 40 il fikirləşərsən ki, Allah, o günaha düşsəydim, mən çıxa bilərdim, bəli. İndi fikirləşirəm, mənim ağlıma bir şey gəlmir. Həmən an Allah deyir, ağlıma gəlməyən yerdən qapıya çıxaram. Möcüzə bir söz necə oldu, əzizlər. Orada Həzrəti Yusuf əleyhissalam bir anlıq təfəkkür edildi. Allah buyurur, Ləvlərə aburhanə Rəbbi. Əgər Rəbbindən bir aydın dəlil ona gəlməsəydi. Həmən o təqva, fikirləşmək, təfəkkür. Həzrəti Yusuf fikirləşdi ki, Allah, mən bu cinayəti əl ata bilmərəm. Nə olsun qapılar bağlıdır? Nə olsun Züleyxa gözəldir? Nə olsun mən cavanam? Nə olsun otaq amadədir, hazırdır? Axı, mən sənin bəndönəm. O ləkəni üstümə vura bilmərəm və qeyri-mümkündür ki, bu bağlı qapıları sən mən üçün açmayasan. Səs gəldi ki, Yusuf, dayanma, çıx otaqdan. Hara çıxım, 7 qapının 7'sini də Züleyxa özü bağlayıb. Açar da Züleyxanın əlində. Ya xidmətçisi aparıb gedib. Baxın, Həzrəti Yusuf deyir, hansı qapıya yaxınlaşırdı, qapıya açılırdı. Həzrəti Yusuf hansı qapıya yaxınlaşırdı, qapıya açılırdı. Bu Həzrəti Yusufin həmən günahdan çıxışının mükafatı idi. İnsan həmən cavanlıq fürsətin, yenə deyirəm, cavanlıq fürsəti odur, günah eləyəsən. Cavanlıq fürsəti odur, cavanlığı, məsələn,
bəzi təfəkkürü olmayan, məntiqsiz danışan. Cavandır da, cavan elə bu işləri görməlidir. Cavan evə gec gəlməlidir. Cavanın səsi içki yerindən gəlməlidir. Cavan içməlidir. Cavan toylarda oynamalıdır. Cavan qumar oynamalıdır. Xeyr. Cavan odur ki, cavanlığın Allah həsr eləməlidir. Cavan odur ki, vücudunun ən qiymətli zamanın Allahın yolunda əyməlidir. Allahın yolunda sərf eləməlidir. Ona üçün həmən vaxt qiyməti qoyan Allahdır. Dünya onun üçün qiymət qoymur. Dünya onu əyləndirir. Baxın, bir cavan, dünya bunun üçün qanun da tətbiq eləsək ki, cavanların müdafiə qanunu. Baxın, o cavanın o müdafiədən nə pay olacaq? O miqdar şu günahdan ləzzət alır. Əgər bir cavan üçün bir qanun təşkil olunursa, məsələn, bu spirtli içini qəbul edəndən sonra nə qədər məsti, o onun ləzzətidir. Məstlik getdi, peşmançılıq gəlir artıq. Amma Allahın cavana verdiyi qiymət, Allahdır əbədidir. Həzrəti Yusuf bugün də biz danışırıq. Bir səhnədən çıxıb. Bir günah səhnəsini Yusuf əvəz eləyir ilahi səhnəyə. Bugün Quranda da Allah onu salıb və hədisdə dilimizdən əzbər. İbn Sirrin bir dəfə otaqdan çıxdı. Rəcəb Əl-Xəyyət bir dəfə otaqdan çıxdı. Bəs fürsət bir dəfə gələr sorağı, iki dəfə gələr sorağı. Günahın girdabına düşdün, fürsəti əldən verdin. Günahla mübarizə apardın. Allah'ı yad elədin. Allah'ından həya elədin. Yəni sən həmən fürsəti lazımı qədər dəyərləndirə bilmirsən. Yaşlı insanlardan soruşursan, ömrünü necə keçirdin? Deyir, elə bir dünən idi. Hər yaşın, bəzən biz cavanlar özümüzə təsəlli bunu veririk ki, hələ 25-dir. Məsələn, 50 əgər veribsə Allah mənə, elə tən yarısını yaşamışam. Əgər 75 veribsə, məsələn, 3də 1-ini yaşamışam. Elə deyir. Valla, bu 75'e çatanda da özü bir sual versən ki, mən neynə indi təsəlli tapım, 90 yaşdakı ilə təsəlli tapacaqsan. Bəlkə 90'ı yaşadı. Hər anını insan qədrin belə, qiymətin belə və çalışa istifadə eləyə və çalışa sabahları bir bəhanə qalmasın. Sabah bir bəhanə qalmasın, deməyək ki, vay, Allah, bunlar əlimizdən çıxdı. Mən vaxt vardı, bunların qədrini bilmirdim bu neymətdir. Heç bilmirdim bunun neymət olmağını. Sən bugün məndən ondan sual eləyirsən. Sümmə lətusəlünə yevməyizin ənin nəim. Bilirdim, elə bilirdim, neymət elə çörəkdi, duzdu, undu, buğdadı, arpadı. Xeyr, bu məclislər neymətdir. Vaxtımızı sərf edirik, əyləşirik, qulaq asırıq, alimlər gəlirsə, bunların onda bizim canımıza nuşd olacaq ki, biz onları əməl eləyək. Və onların da hörməti odur ki, biz onları qulaq asmayaq. Hörmət odur ki, onların dediklərini əməl eləyək. Allahın kitabının hörməti budur ki, ən üstün hörməti budur ki, o kitabı oxuyub əməl eləyəsən. Hörmət odur, mən o kitabı görəndə öpüb alnıma qoyuram. Hörmət odur, o kitab bugün mənim evimdə ən hündür yerdədir. Deyir, o mənim qəlbimin üstündə ən hündür yerdə. Ayələri yazılmalıdır. Ey iman getirənlər, Allah mənə xitab edirsə, mən o sözü yaşamalıyam. Allah, mən kiməm ki, sən mənə xitab edirsən, məndən nəsə istəyirsən? Baxın, bir nəfər, məsələn, prezident gələ, ya başqa bir hörmətli bir şəxs gələ, məsələn, birinə adı ilə müraciət edir, nə qədər sevinər? Allah bizi adımızdan müraciət edir. Ay, mənə iman getirən. Ramazan gəlir də qarşımızda inşallah. Allah müvəffəq eləsin o günün oruçları. Ya eyyuhəl-ləzina amenu. İmam Sadiq əleyhissalam buyurur, ya eyyuhəl-ləzina amenunun şirinliği orucun bütün çətinliği götürür. O ki Allah buyurur, ya eyyuhəl-ləzina amenu kutibə aleykumus-siyam. Orucda çətinliklər var, məşəqqət var, istisi var, susuzluğu var, uzun saatlar var. Bunların hamısı ki var. Həzrət edirlər bu çətinliklər Allahın buyurdu, ya eyyuhəl-ləzina amenu şirinliği ilə götürür, onların hamısına var. Bir məbud Allah sənə buyurur, ay mənə iman getirmiş bəndəm. Qutardı. Nə qədər də çətin olsa qutardı, şirinliğin qatdı. Həlamətin qatdı. Və bunların hamısı bir fürsətdir. Ömrümüz, cavanlığımız, yenə təkrar edirəm, gözəlliyimiz
zahiri gözəlliyindən, bəzən görsən cavanlar var, gözəlliyi ilə günaha tez düşə bilir. Təəssüf olsun ki, həmən şəxslər, məsələn, Həzrəti hədisdə varımızdır, bir cavanı getirərlər, deyərlər, Allah sual eləyər ona ki, ay cavan, niyə mənim ehtiramımı saxlamadın, niyə əmirlərimə itaət eləmədin, niyə günahın girdabına düşdün, niyə filan işləri gördün, deyər Allah, mən neyniyim, məni gözəl yaratmışdın. Allah deyər, Həzrəti Yusufu getirin, gəlin. Həzrəti Yusufu getirərlər, deyər, bax, gör, sən gözəlsən, ya Yusuf? Niyə o gözəllik onu günaha çəkmədi, səni çəkdi? Bir xanımı getirərlər, ay xanım, niyə bu günahı elədin? Filan, bəs məkan, deyər Allah, məni gözəl yaratmışdın. Gəl Züleyxanı getirin. Züleyxa tövbə elə deyil. Züleyxa Yusufin aşıqı idisə, zaman elə döndərdi. Züleyxa oldu Allah'ın aşıqı. Dedi Yusuf, dəvət eləyəndə onu ki, gəl izdivaca, dedi Yusuf, indi qəlbimdə vaxt var idi, sən var idin, indi sənin Allahın var. İndi sənin Allahı aşıyam. Mən ondan istəyirəm, hər nə istəyirəm. Allah Züleyxanı getirər, deyə xanım, Züleyxa gözəldir, ya sən? Bir nəfəri getirər, ay balam, niyə günah edirdin? Deyər Allah, bəlanı mənə çox vermişdin. Adam var, görsən, deyir ki, əsəbləşdim, siqaret çəkdim, diyana bilmədim. Ya məsələn, əsəbləşdim, söydüm, özümü saxlaya bilmədim. Deyər Allah, Həzrəti Əyyubu getirər. Deyər, Əyyubə bəla çox gəlmişdi, ya sənə? Əyyub çox əziyyət çəkmişdi, ya sən? Bunların hamısının sabah qiyamət günündə bir dənə hesabı olacaq, bir kitabı açılacaq və Allah Teala bizləri və hədislərdə, ayələrdə xatırladır və Allah Teala bizə xəbərdar edib ki, insan qarşıya çıxan, xeyri olan fürsətlərdə Həzrət Peyğəmbər sallallahu hədisdə buyurur, ən çətin peşmançılıq fürsətin əldən getdikdən sonra gələn peşmançılıq. Ki onu heç bir şiddətli peşmançılıq o peşmançılığa çatmaz. Valla bəzən adamın qulağına girmir, kar eləmir. Özümə götürürüm. Görürsən, bəzi sözlər var ki, məsələn, məsumlar işlədir, bir gün olacaq, belə deyəcəksən, bəzən qulağımıza kar eləmədik, əşi, o gün gələn çataq, xeyr, o gün elə gəlib çatacaq, elə bir dünən. Biz nə qədər nəfəs var, nə qədər baxırıq, nə qədər ayaqlarımız var, əlhamdülillah, gəlirik, gedirik məscidlərə. Nə qədər eşidən qulağımız var. Vaxt olacaq, bir sözü 30 dəfə deyəcəklər bizə. Deyəcək nə? Amma indi görsən, vaiz çıxır, oturur mənbərdə. Deyir, sizi və özümü təqvaya dəvət edirəm. Oturan da müstəmi də eşitdi. Onu görə mələkə eləyə canına. Deyir, Allah, bu gün ki eşidirəm, əlhamdülillah. İmam şükür eləyirdi, İmam Musa-i Kazım əleyhissalam. Deyir, Allah, nə qədər yer üzündə xəstələr var, onların sayı qədər sənə sağlamlığıma görə şükür eləyir. Nə qədər əlsiz, ayaqsız var yer üzündə, əl-ayağıma görə onların sayı qədər sənə şükür eləyir. Mənə vermirsən bunu, mən bu gün istifadə edirəm və məsulam. Allah buyurur, əlin, ayağın, gözün, qəlbün məsuliyyət daşıyır hər bir işində. Elə deyir ki, bu sabahları harama uzandı, bu bildi, mən bildim. Yox, bu sabah qiyamət günü mənim əleyhimə şəhadət verəcək. Deyəcək, sən məni yapardın. Sən mənim əleyhimə iş gördün. Allahla məni sən düşman elədin. Allahın haramına sən məni uzatdın. Sabah əlim, ağzımız bağlananda Allah Yasin surəsində buyurur, bugün əl-ayağımız danışacaq, ağzımız yox. Çünki ağzınla bir ömür danışmışsın. Aldatdığını aldatmışsan, yalan dediğine yalan demişsən. Amma bugün əzaların danışacaq, onlar da yalan deməyəcək. Ayaq danışacaq, baş danışacaq, göz danışacaq, dil danışacaq. Bəli, bunların fürsət olmalı və bu fürsətlərdən istifadə eləmək. İnşallah ki, ümidvaram bu sözlərdə möminlərin
Ağsaqqalların qəlbində təsirli olar. Allaha and verək Peyğəmbər və Əhl-i Beyti xatirinə. Allah bizi qarşımıza çıxan xeyri olan fürsətlərdən, yararlananlardan qərar versin inşallah. Allah dünya və axirət bizi Əhl-i Beytdən kənara salmasın inşallah. Allah bizdən və bizdən sonra gələn bədi nəslimizdən Əli və övlad-ı Əliyə düşman qərar verməsin inşallah. Allah Əhl-i Beytin, dinin, torpağımızın düşmənlərin, məxsusən Vəhhabiləri, Siyonistləri, Erməniləri, zəlil-i məhv-i nabudu xar eyləsin. Allah müsəlmanları, möminlərin izzətin günü-gündən artıq eləsin. Allah dininə, ölkəsinə, millətinə, ləyaqətinə, vicdanla xidmət edənləri müvəffəq və müəyyəd eləsin inşallah. Allah mərzat-ı müsliminin, müsəlmanların və bura cəm olanların, bu qəsəbənin xəstələrinə şifai acil inayət versin. Allah zamanın imamının zühurunda təcil qərar versin inşallah. Peyğəmbər və Əhl-i Beytinə salavat zikr. Allahümme salli ala Muhammed.